Salam. Başlamısan Elvin? Ay, salam aleyküm. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz. Sizə bugün bir dənə 6 sotun içərisində bir mərtəbə üstü mansard olan bir ev göstərəcək. Bağ evi və yaxud da 4 fəsil yaşamaq üçün ev ola bilər, kiçik bir villa ola bilər. Kim necə istəyir, necə qəbul edirsə elə qəbul eləsin. Mənim işim buranı çəkib sizə təqdim eləməkdir. Qiyməti çox gözəldir. 6 sotlu ümumi yaşayış sahəsi 180 kvadratdır. Qiymət start olaraq, başlanğıc olaraq 295 min manatdır. Torpağın da, evin də kupçası var. Bu küçə o qədər mənim xoşuma gəldi ki, istəyirəm ki, siz bilməyin, elə bilməyək ki, hamıda müştərilər baxacaqlar ki, hər evin küçəsini göstərmirəm, o küçə pisdir. Yox. Hamısı küçələr maşallah, asfalt, gözəl küçələrdir. Sadəcə bu küçəni göstərmək istədim ki, mərkəzdən bura 400 metr olar. Az olar. 250 metr. Mərkəzi yoldan 250 metr bura. Mən hal-hazırda Mayakdayım. Şüvalan, Mayak bağları. Birinci stopdan sağa, Alaçatı restoranın arxası, dalanların birində. Buyurun. Evin ümumi girişinə var. Elvin. Mən əslində bu gülə baxırdım. Yadımdadır, bu uşaq vaxtı bizim həyətdə də var idi. Sarmaşıq gül. Həm buraya əkilib, həm də orada var. Hə, güllərin içirdik. Yığacam. Avtomatik olaraq darvaza, putla təchiz olunub. Sağ tərəfdə söhbətgah. Evin özüdəki maşallah, görüntüsü çox qəşəkdir. Birinci mərtəbədə qonaq otağı, bir yataq otağı, ümumi sanitar qovşağı göstərəcəm sizə. Deyim sizə, dədə-babadan qalma bir şeydir. Ümumi giriş isə ünvanlikdir, əl-üzüyan. Sağ tərəfdə ayrıca sanitar qovşağıdır. Sol tərəfdə hamam otağıdır. Gözəl bir şeydir. Keçib göstərəcəm sizə. İkinci mərtəbədə də 2 dənə sanitar qovşağı, 3 dənə yataq otağı var. Ümumi, bura həyətdə olan geniş, hardasa belə deyim də, bir 50 kvadratlıq söhbətgahdır. Manqal yoxdur burada, manqal inşa olunmayıb. Söhbətgahın döşəməsi isti döşəmədir. İsti döşəmədir, göstərəcəm. Baxın, buranın kombi aparatı da qoyulub, hazırdır. Bura aiddir, bura. Qaz çəkilib, hazır. Qaz sobası, su hövzəsi, aspirator da hətta var burada. Hər şey yığılıb, əzizlərim. Həyətdəki onları da göstərəcəm. Burada bütöv olaraq açılır. Bura, bir dənə ki, bura. Buranın özünün kondisioneri də qoyulub. Kondisioneri də var. Böyükdür, genişdir maşallah. Həyət 6 sotdur. Bir daha deyirəm, qiymət 295 min start qiymətdir. Allahın köməyinə endirim də olunacaq. Elvin, mənə elə gəlir ki, bu palma ağacı çoxdan palma ağacıdır, hə? Çox yaşlıdır. Yox, bunu bura gətirib əkməyib. Bu hələ çoxdandan həyətdə olub. Maşallah da qəşəng özünü tutmuş bir palmadır. Sarmaşıq da onu öz, necə deyərlər, qucaqlayıb onu. İsti tutur. Burada da 1, 2, 3, 4, 5 dənə balaca palmalar əkilib. Bunlar balaca palmadır. Sonra orada var yaşıllıq. Burada hovuz var. Hovuzun bu hissəsi dərindir. Deməli, mən baxıram, bura haradasa 2 metrəyə yaxındır. Orada dayaz yeri var. O pilləkənlərlə düşəndə ondan sonra 1, 2, 3, 4 dənə də pilləkən ondan sonra bura düşürsən. Orada uşaqlar, burada da böyüklər çimə bilər. Filtrli hovuzdur. Tam işləy vəziyyətdədir. Bura əl damı kimi və burada rezerv su ambarı, su çəni qoyublar. Hər bir şey var. Bir də ki, burada evin bütöv olaraq elektrik şitləri, Wi-Fi xətti falan, kameraların ümumi mərkəzləşdirilməsi hamısı bura yığılıb, əzizlərim. Ev bütöv olaraq kamera xəttləri ilə təchiz olunub. Kamera nöqtələri hamısı var. Burada geniş, böyük bir hamam otağıdır. Duş, əl-üzüyan. Burada belə bir balaca bir otaqda kim istəsə özünə aid edə bilər. Evin arxa hissəsində qısa olaraq göstərək Elvin. Sonra keçək evin daxilinə. Çünki burada da bir dənə otaq var. Burada da ayrıca ayaq yolu var. Kondisionerlər evin içərisində də 2 dənə qoyulub. 1, 2. Drenaj sistemləri hamısı çəkilib. Qaz, su, işıq hamısı var. Dəyərli izləyicilərimiz. Bir daha söyləyirəm, qiymət 295 min manatdır. Keçək evin daxilinə 2 mərtəbəli bu evi sizlərə təqdim edeyim. Gəl abi, gəl. Evin içərisinə keçdik. Desin, isti döşəmək işləyir.
Ev istidir. Sağ tərəfdə belə bir ayna var, bəzənmək üçün. Burada asılğan var, oturub altı dolabdır. Ondan əlavə olaraq burada da dolab var. Paltar asmaq üçün nəzərdə tutulub. Keçən kimi birinci mərtəbədə yerləşən yataq otağı və yataq otağıdır. 3 dənə də yataq otağı ikinci mərtəbədə var. Kim istəsə buranı iş otağı kimi də eləyə bilər, dəyərli izləyicilərimiz. Sonra, bayaq deyirdim sizə, kondisioner, sonra burada pilləkənin altını göstərim sizə, evin istilik sistemi, bir də ki, kombi aparatı buradadır. Gəl evimdən buranı çək, kamera xəttləri 1, 2, 3, 4 dənə kamera xətti var, hazırdır. Hamam, tualet, ayrı-ayrı. Əl-üzüyan, sağ tərəfdə ayrıca ayaq yolu, sol tərəfdə ayrıca hamam. Duş kabinası, burada da ayrıca əl-üzüyan var. Burada əl-üzüyan var, burada əl-üzüyan var. Bir dənə də balaca, burada əl-üzüyan var. Yəni, dava düşməyəcək. Burada da belə bir qonaq otağı ilə mətbəx birlikdədir. Balacadır, bilirəm. Mən də düşünürəm ki, bura balacadır. Amma ki, burada yaşayan ailə üçün məncə yetərin qədər bəs edir. Bir də deyim, bunu da deyim də, bu balaca olmağına. Həyətdə var da, maşallah. Böyük bir cam balkonu, istisi döşəməli, mətbəx, hər bir şeyi, su hövzəsi, qaz sobası, hər bir şey də orada var. Buradan yox, oradan da istifadə eləmək olar. Kondisioner də görünür. Qalxaq ikinci mərtəbəyə. Gəl. İnşallah bura pərdə asarsız, buradan da bu tərəf görünməz. Qalx. İkinci mərtəbəyə qalxan kimi sol tərəfdə sanitar qovşağı, əl-üzüyan, sol tərəfdə unitaz, yenə əl-üzüyan, duş kabini. Bir yataq otağı, daxilində sanitar qovşağı mövcuddur. Maşallah, yan yörəsində qəşəng evlər var amma, böyük üzü. Sonra ikinci yataq otağı. Yandırmışam abi, yanır. Bax, yanır ikisi də. Onlar yerə verir, ona görə görünmür. Qarşısında eyvan. Burada üçüncü yox, dördüncü yataq otağı. Çünki bir dənə də aşağıda var idi. Bu da yanır abi. Buradan nəcib çıxış qoymayıblar yataq otağından ora. Yəqin ki, uşaq üçün düşünüblər, uşaq falan olar, yataq otağı eyvana olmasın. Amma tam mərkəzdən çıxış var, eyvanı. Maşallah, geniş də, böyük də, qəşəng eyvanı var. Əziz və dəyərli izləyicilərimiz, bitirdik. Bu təqdimatımızı da bitirdik. Allahın köməyi, kimləri bu ev maraqlandırsa, mənlə əlaqə saxlayın. Orada olan nömrə mənim özümündür. 217 31 18 724 telefonum açıqdır, WhatsApp'ım. Ondan sonra bizim özümüzün ayrıca Instagram səhifəmiz, TikTok səhifəmiz, YouTube səhifəmiz hər zaman sizin ixtiyarınızdadır. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.